Allah Teala buyurur ki Mü'minun suresi 115-116. ayette. Efe hasibtum ennema halaqnakum abesen ve ennekum ileyne la turcaun. Siz elə hesab edirsiniz ki sizi boşu boşuna yarattık ve sizi bize qaytarılmayacaqsınız. Belə düşünen insanlar var. Allah Teala onlar hakkında başka ayelerde de ki onlar deyirlər ki bizi zaman öldürür değildir. Ve ma nahnu bimeb'usin. Dirilmeyeceğiz. Diriliş olmayacaq. O vaxt ki Muhammed sallallahu aleyhi ve sellem gəlib onlara deyəndə ki sonraki həyat var, qəbir, Allahın qarşısında durmaq, Allah'a ortaq qoşmayın. Görürsən, Musa aleyhissalama, Allah Teala ki Musa aleyhissalama belə demişdilər. Və darabə lənə məsələn və nəsiyə xalqahu. Adam öz yaradılışını unudaraq deyir, bizə bir misal çəkdi. Fikir verin, Allah Teala necə incəlikləri qeyd edib. Öz yaradılışını unudaraq bizə bir dənə misal çəkdi. Və qalə mən yuhyil izamə və huvə ramim. Çürümüş sümükləri kirindir illəcək. Allah Teala cavab verir. Qul, de ona meydan oxu. Yuhyihəl-ləzi ənkəəhə əvvələ mərrə. Onları dirildəcək bilsən ki, ilk dəfə yaradan. Və mə xalaqtul cinnə vəl-insə illə liyabudun. Mən yaratdım deyir. Bəli, Allah Teala yaradıb, Allah Teala qadirdir. Yoxdan var eləyən üçün sonradan onu yaratmaq asandır. Allah Teala bu qədər qadirdir. Allah Teala deyir ki, elə hesab edirsə elə belə yaratmışıq sizi. Boşu boşuna bizdə qaytarılmayacaqsınız. Fətəaləllahul məlikul haqq. Belə düşünənlər ki var, hansılar ki elə fikirləşirlər ki Allah Teala boşu boşuna yaradıb. Allah Teala deyir ki Allah haktır, məlikdir, her şeyin sahibidir. La ilahe illa huve. Ondan başka hiçbir ilah yoktur. Başka bir ayda Allah Teala Kıyamet suresinde buyurur ki: "Eyahsabul insanu en yutrake suden." İnsan elə hesab edir ki başta başına bırakılacaq. Yaradıldın, get nə istəyirsən elə.